Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. Ve aslih lana şe'nena kulleh. Və la təkilnə ilə ənfusinə darfətə aynin. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat, dəyərli böyüklər, ağsaqqallar. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha. Allah Teala bizlərə yenidən xeyir məclisində toplaşıb cəm olmağa müvəffəq etdi. Həqiqətən də bütün bu xeyirlər Allah Teala'nın bizlərə müvəffəq etməsi səbəbi ilədir. Allah Subhanahu və Teala bizə salih qulu Şuayb aleyhisselamın dili ilə bir dua öyrədir. Və mə təvfiqi İllə billahil azizil hamid. Mənim müvəffəq olmağım izzət sahibi və həmdə layiq olan Allahın müvəffəqiyyəti nəticəsindədir. Məni müvəffəq edən Allahdır. Hər birimizi, əziz qardaşlar, müvəffəq edən, xeyrə çatdıran, hansı olursa olsun, istər böyük xeyirlər, insanın salamat əqidə mənhəcdə olması, insanın şirkdən, bidətdən qorunması, tohid sünnə üzərə olması, namaz qılması, oruç tutması, zəkat verməsi, Allaha ibadət və itaət içərisində olan bunlar böyük neymətlərdir. Həmçinin elm neyməti, elm öyrənmək, elm məclislərində iştirak etmək neyməti, ata-ana neyməti, bunlar böyük neymətlərdir. Alimlər, elm əhli böyük neymətdir. Əmin-amanlıqlı müsəlman ölkə böyük neymətdir. Müsəlman rəhbər, başçı böyük neymətdir. Allah Subhanahu və Teala bizlərə bunu əvəzsiz bəxş edir. Bugün bizlər bu gözəl neymətlərdən faydalana bilirik. Həqiqətən də insanların Allahı zikr etmək üçün bir yerə toplanmaları, oturub orada Allahı yad edib xatırlamaları Allah yanında ən hörmətli, ən dəyərli əməllərdən sayılır. Elm, zikr məclisləri bu dünyada dəyərli, qiymətli olan şeylərdən biridir. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, dünya və onun içərisində olanlar dəyərsiz oldular, lənətləndilər. Allahın rəhmətinə uzaq düşdü. Yalnız 4 şeydən başqa. Allahı zikr eləmək, Allahı zikr eləməyə səbəb olan hər şey, o şeyi görəndə, o şeyi oxuyanda, o şeyi eşidəndə, o şeyə baxanda Allah'a zikir yadıma düşürsə dəyərlidir. Elm öyrədən müəllim, elm öyrənən cəmaat. Bunlar Allah yanına dəyərlidir. Elmin məclisləri bu dünyadakı cənnət bağçalarıdır. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala elm məclislərində iştirak edənləri bağışlayıb əff edir. Onları səma əhlinin yanında adını çəkir. Onlar ilə övünü fəxr eləyir. Aləmlərin Rəbbi olan uca Allah elm məclislərində oturub iştirak edənlərlə fəxr eləyir. Sevinir. Böyük bir dərəcədir bu. Çox az sayda əməl sahibləri var ki, Allah Teala onlar ilə övünü fəxr edir. Quran oxuyanlar, Arafa günü Arafa meydanında toplananlar, Allah Teala onlar ilə övünü fəxr edir. Bizlərə də Allah Teala müvəffəq edir, onun sevdiyi, razı qaldığı, rəhmətini, sakitçiliyini, əmin-amanlığını nazil etdiyi elm məclislərinə cəm olub toplanmaq. Əziz qardaşlarım, bugün sizlər ilə ədəb və əxlaq mövzusunda olan hədislərdən növbəti hədisi oxuyacaq. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, sizdən biri yatağına yatmaq üçün gələn zaman namaza dəstəmaz aldığı kimi dəstəmaz alsın. Namaz üçün necə dəstəmaz alırsa, o şəkildə dəstəmaz alsın. Sonra yatanda sağ çiyini sağ tərəfi üzərə yatsın, istirahət eləsin. İslam dini insana hər bir şeydə, hər bir sahədə ədəbli və əxlaqlı olmağı buyurur. Baxanda
toxunmadığı mövzu yoxdur. Yemək ədəbi, ailə ədəbi, paltar geyinmək ədəbi, hər şey, ayaq yoluna girib çıxmaq ədəbi, hər bir şey, məscidin ədəbləri, məclisin ədəbləri, böyüklərlə ədəblər, hər bir şey, heyvanlarla rəftar, hər bir şey var. Və eləcə də dinimiz bizə öyrədir, insanın yatmağının ədəbi, həmçinin yuxudan oyanarkən ədəblər. Nələr etmək lazımdır? Məhz bugün bunları Allahın izlə xatırlayacaq. Ən birinci dəyərli qardaşlarım, insanın yatmamışdan qabaq öz nəfsini haqq hesaba çəkməsi. Mən bugün nə etdim? Mən bugün hansı yaxşı xeyirli işləri gördüm? Mən bugün günah və asiliklərdən nələri etdim? Nəfsini haqq hesaba çəkməsi, Allahdan bağışlanma istəyib ona tövbə etməsi. Həqiqətən də insan aləmlərin Rəbbi olan uca Allah'a xatırlayıb, ondan bağışlanma istəyib, ona tövbə eləyəndə Allah da onu bağışlayır, onu əfv edir. Peyğəmbər s.ə.v buyurur, 7 şey gəlməmişdən qabaq salih əməllər etməyə tələsin. Onlardan da biri nədir? Ölüm gəlməmişdən qabaq. Çalışın ki, salih əməllər etməyə tələsin. Onların da başında Allahdan bağışlanma istəyib, ona tövbə eləmək gəlir. Ölüm də, yuxu da ölümün kiçik qardaşıdır. Yuxu kiçik ölümdür. Buna görə insan gərək yatmamışdan qabaq salih sələflərin etdiyi kimi öz nəfsini haqq hesaba çəksin. Ondan sonra məziz qardaşlarım, erkəndən yatmaq. Peyğəmbər sallallahu aleyhi və səlləm gecənin artıq əvvəlində yatardı. Sonra ortasından qalxar, aləmdən Rəbbə uca Allah'a ibadət edərdi. Xüsusən də bizim yay fəsli gəldi artıq. Hansı ki, indi insanlar arasında biraz narahatçılığa çevrilib, görsən insanlar gecə-gecə yatırlar. Saat 12-dir, 1-dir, yatmır. Bu çox fəsadları var. Bir, səni xəstələndirir. Bu xəstəlik gətirir. Görsən ki, bədəndə hormonlar pozdur, kökəlmələr başlayır və s. 2, səni ibadətlərdən məhrum edir. Yəni, gecə-gecə yatan adam, siz Allah, gecə namazına dura bilər və ya da sübh namazına hələ yönünü dura bilmir. Gecə-gec yatan adamı yorğunçılıqla duaları, zikirləri eləyib yata bilir və yaxud da sübh namazın qılandan sonra oturub səhər zikirlərin, duha namazını gözləyir, namazı qılar-qılmaz yatır. Hamısı gecə-gec yatmağa fəsadlarındandır. Gecə-gec yatmaq ruzunu azaldan səbəblərdəndir. Ruzunu, xeyir, bərəkəti azaldan səbəblərdir. Üzün nurun aparır. Buna görə insan bazarda qədər tez yatmalı. Peyğəmbər s.ə.v də artıq ilk gecənin ilk yarısında yatardı. Sonra ortadan qalxıb Allah'a ibadət edərdi. Başqa hədisdə gəlir ki, o məğribdən sonra yatmazdı. İşanı qılandan sonra yatardı artıq. Və işadan sonra xoşlamazdı oturub danışıb söhbət eləmək. Üçüncü, yatmamışdan qabaq dəstəmaz almaq. Yatmamışdan qabaq dəstəmaz almaq. Peyğəmbər s.ə.v buyurur ki, sizdən biri yatağına gələn zaman namaza dəstəmaz aldığı kimi dəstəmaz alsın. Sonra çevrilib sağ tərəfi üstə yatsın. Bunlar hamısını qeyd edin, qardaşlarım. Bunlar hər birimizin həyatında hər gün olunası ibadətlərdir. Yəni, ibadətlər var ömürdə bir dəfə. İbadətlər var ayda bir dəfə. İbadətlər var ildə bir dəfə. Məsələn, Ramazan orucu kimi, həcc kimi, zəkat kimi ildə bir dəfədir. İbadətlər var həftədə bir dəfə, cümə namazı kimi. İbadətlər var hər gün, onlar səyləndir. Bu da onlardandır. Yatmamışdan qabaq nəfsi haqqı hesaba çəkmək, sonra erkəndən yatmağa fikir vermək, sonra yatmamışdan qabaq dəstəmaz almaq. Dəyərli qardaşlarım, yatmağın ədəblərindən biri də insanın yatağını təmizləməsidir. Yatacağı yatağı təmizləməsi. Peyğəmbər sallallahu aleyhi və səlləm yatağına gələndə demək, paltarı ilə yatağın təmizləyərdi, çırpardı. Bacarırsan həm də paltarla eləmək, bacarmırsan öz əlinlə yerini hamarlamaq, səliqəyə salmaq, orada nəsə varsa təmizləmək. Çünki Peyğəmbər s.ə.v فَإِنَّهُ لَا يَدْرِ مَنْ خَلَّفَهُ عَلَيْهِ Çünki bilmir ki, onu arxadan nə gözləyir. Aydındır. Bu mütləqdir ki, dəyərli qardaşlarım, insan yerini, hətta hədisdə gəlir ki, 3 dəfə yerin təmizləyərmiş.
Əziz qardaşlarım, növbəti ədəblərdən qarın üstə yatmağın bəyənilməməsi, yəni ağız aşağı yatmağın. Bəzi alimlərə görə haramdır, olmaz. Amma ən yüngülü alimlər bəyənmirlər. Yəni, məsləhətdir, tərk eləməyin daha yaxşıdır. Əbu Zər radiyallahu anhudan rəvayət önəzə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm günlərin bir günü bir nəfər kişinin yanından keçir və o kişi də qarnı üzərində yatmışdı. Allah Resulü s.ə.v ayağı ilə onu dəbərdir və ona demək deyir ki, bu yatış yəni cəhənnəm əhlinin yatışıdır. Aydındır? Cəhənnəm əhlinin yatışıdır. Cəhənnəm əhli qarnı üstə yatır cəhənnəmdə və Peyğəmbər onu qorxuzur ki, belə yatma. Sonra, dəyərli qardaşlarım, müəllif buyurur ki, tərk olunmuş yerdə insanın yatması. Yəni, o yer ki, tərk olunub, neçə vaxtda orada yatmaq yoxdur, orada yatmaq. Peyğəmbər s.ə.v məhz tövsiyə eləyərdi ki, yəni, tərk olunmuş yerdə yatmasın. İnsanlar orada yatmasınlar. Başqa bir fayda, yatmamışdan qabaq qapıları bağlamaq, yanan nə varsa, od, ocaq, söndürmək və işıqları da qaraltmaq. Hamısı ədəbdəndir. Allah Resulü Muhammed s.ə.v Cəbir radiyallahu anhudan rəvayət önərizə deyir ki, İtfəul məsabihə billeyli izə raqimtum. Deyir, yatan zaman yanan işıqları gecə söndürün. Bizdə əlhamdülillah amıskalar söndürmək və ağliqul əbvabə. Qapıları bağlayın. Həmsində də bismillahlə bağlamaq ki, şeytan girə bilməsin. Və avkavul asqiyə və su qablarının ağzını örtün. Allah həmd olsun, bizdə babalarımız, nənələrimiz o vaxtı yaşlı dövrdə həmişə qazanın qapağını bağlamaq, yeməyin ağzını bağlamaq, su hamısı İslamdan, əlhamdülillah. Su qablarının, su baçoklarının ağızlarını bağlayardılar. Və Peyğəmbər s.ə.v buyurur ki, bunları eləyin və yatmamışdan qabaq bunları etmək də ədəbdəndir. Və çox şərrin qabağını alır. Hətta, məsələn, süfrədir, üzərində yemək qırıntısı var və s. nəfsə var, Bismillah deyib onu tökmək. Bismillah deyib onu demək, tökmək, əgər insan Bismillah deyib onu tökürsə, surfanı çırpırsa, o tökülən şeylər qidaya çevrilir, öz şəklinə qayıdır və demək, müsəlman cinlər üçün o yemək içmək olur. Yatmamışdan qabaq Ayətəl Kürsünü oxumaq. Ayətəl Kürsünü oxumaq olduqca əzəmətli bir əməldir. Yatmamışdan qabaq Peyğəmbər s.ə.v buyuruyor ki, kim yatmamışdan qabaq Ayətəl Kürsünü oxuyarsa, Allah Teala ona bir qoruyucu mələk göndərər və səhərə qədər o mələk onun başının üzərində dayanar, şeytan və onun hiləsinin, başqa şərrin ona toxunmağına mani olar. Yatmamışdan qabaq Ayətəl Kürsünü oxumaq. Sonra, əziz qardaşlarım, yatmamışdan qabaq İxlas, Fələq və Nas surələrin hərəsini 3 dəfə oxuyub, ovucumuzu birləşdirib içərisinə və bədənimizə sürmək. 3 dəfə. Öncə ovucumuzun içərisinə üfürürük, elədik. Sonra 3 dəfə İxlas surəsini oxuyuruq onun içərisinə, başlayırıq bütün bədənimizi əlimiz çatan yerə qədər sürmək. Sonra başlayırıq 3 dəfə üfürürük, 3 dəfə İxlas surəsini oxuyuruq. Sonra belə bədənimizə sürtürük və bu qayda Nas surəsini 3 dəfə edirik. Və bu müalicədir, şəriətlə müalicədir, səni gözləymədən, həsəddən, sihirdən, şeytandan və onun vəsvəsələrindən qoruyub saxlayır. Ondan sonra, dəyərli qardaşlarım, yatmamışdan qabaq olunan zikirlər var. 33 dəfə Subhanallah demək, yatmamışdan qabaq. 33 dəfə Elhamdülillah demək, 33 dəfə, 34 dəfə Allahu Ekber demək. 100'e tamamlamaq. Və bu, insanı qoruyub saxlayır. Edir ki, Peyğəmbər s.ə.v bunu Fatimə radiyallahu anhə nəsiyyət eləmişdi. Bu, həmçinin bizə də aiddir. Yatmamışdan qabaq. 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah, 34 dəfə Allahu Ekber demək. Kafirun surəsini oxumaq, yatmamışdan qabaq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyuruyor ki, kim yatmamışdan qabaq kafirin surəsini oxuyarsa, artıq o şəxs nifaqdan qorunmuşdur. Yəni Allah qorusun, münafiqliyə düşməkdən qorunmuşdur.
Yatmamışdan qabaq Mulk surəsini oxumaq. Allah Resulü Muhammed s.ə.v buyurdu, kim yatmamışdan qabaq Mulk surəsini oxuyarsa, o şəxs qəbirdə əzab görməz. Qəbirdə əzab. Balaca surədir, 2 səhifə yarım. Buna görə çalışıb oxumaq. Mulk surəsini yatmamışdan, şərt deyil yatağın içərisində. Məsələn, bilirsən ki, yarım saat sonra, 40 saat sonra yatarsan, artıq hazırlaşırsan, oturduğun yerdə, stolda, divanda oxuyursan, sonra demək gedib yatırsan. Belə olanda bizim yatmağımız da ibadət olur. Yatmağımız da ibadət olur. Baxmayaraq ki, yatmaq, oyanmaq, bunlar mübah şeylərdir, amma belə ibadət çevirmək olar. Sənin yuxuda olduğun 6 saat, 7 saat, nə qədər, hamısı sənə ibadət saat. Çünki sən şəriətə uyğun yatmışsan. Şəriətə uyğun. Allah subhanahu teala buyurur, Qul inne salati və nusuki və məhyaya və məmati lillahi rabbil alemin. Lə şərikə ləh. De ki, mənim qurbanım da, namazım da, həyatım da, ölümüm də aləmlər Rəbbi Allah üçündür. Məhz həyatın da Allah üçün olması Allahın dediyi qaydada olanda olur. Əziz qardaşlarım, həmçinin demək, yatmamışdan qabaq vitr namazını qılıb yatmaq. Əgər bilirsə ki, insan oyanmağa əziyyət çəkəcək, gecə yorğunçuluq səbəbi ilə və ya xəstəlik səbəbi ilə əziyyət çəkəcək, vitr namazını qılıb yata bilər. Heç bir səbəb olmadan da qılıb yata bilər. Aydındır, yəni ola bilsin, yorğun da deyil, xəstəlikdə qılıb yata bilər. 1 rükət, 3 rükət, nəyə gücü çatır. Ancaq ən yaxşısı saxlayıb gecə qılmaq. Əgər imkan olacaqsa və bunu insan bacara biləcəksə. Sonra, əziz qardaşlarım, yatmamışdan qabaq əlimizdə xüsusən yemək yemişsə, nəsə yuyub yatmaq. Peyğəmbər s.ə.v buyurur ki, kim yatmamışdan qabaq əlində yeməyin yağı, yeməyin izi, yeməyin nəysə ola yumayıb yatsa və başına bir şey gəlsə, özündən başqa heç kimi qınamasın. Ola bilsin, ziyan verici gəlib dişləyə bilər əli və yaxud da başqa, Allah bilir nədir orada səbəb. Lakin yuyub, əlimizi yuyub yatmaq, həmçinin ağzımızı da imkan varsa yuyub yatmaq. Əziz qardaşlarım, sonra Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə yatmamışdan qabaq demək, tövsiyə elədiyi ağzımızı misvaklamaq. Əgər imkan varsa ağzı misvaklamaq. Bugün misvaklaya bilməsək, əgər yaxşı olar ki, misvaklayaq, dişimizi yumaq. İstifadə eləmək, bu da hamısı yaxşıdır. Oyandıqdan sonra isə, yuxudan oyandıqdan sonra isə ən birinci Peyğəmbər s.ə.v buyurur, kim gecə yuxudan ayıldıqda, hələ mən səhər oyanmaqdan danışmıram, yerin içərisində birdən ayıldı, Allah subhanahu və taalanı zikr eləsə, nasıl bir zikr desə, sonra uca Allaha dua eləsə, Allah da onun duasını qəbul edir. Allah Resulü Muhammed s.ə.v buyurur, kim yuxudan oyananı desə ki, Elhamdülillah, Subhanallah, və la ilahə illallah və Allahu akbar. Bu zikirləri eləsə, Elhamdülillah və Subhanallah və la ilahə illallah və Allahu akbar deyib, və la havlə və la quvvətə illə billah desə, Allahdan bir şey istəsə, Allah da onun istədiyini verər. Qalxıb dəstəmaz alıb namaz qılsa, Allah da onun namazını qəbul edir. İnsan yatanda şeytan onun boynunun arxasına 3 dənə düyün vurur. 3 dənə düyün vurur, əli ilə də vurur ki, demək, yuxun şirin olsun, yaxşı yatıb dincələsən. İnsan ayılıb zikr edəndə o düyünün birincisi açılır. Dəstəmaz alanda ikincisi açılır, namaz qılanda üçüncüsü açılır. Və sonra həmin günü rahat, asan və fəallıq içərisində olur. Günü xoş olur, bərəkətli, xeyir olur. Amma insan ayılanda zikirdən, duadan başqa bir söz danışsa, namaz qılmasa, dəstəmaz alın, namaz qılmasa, o günü onun zəif keçir. Və xeyir, bərəkət də az olur. Sonra demək, oyandıqdan sonra isə səhər elə yerin içərisində Bismikə Allahümmə bikə əsbəhna və bikə əmseynə və bikə nəhyə və bikə nəmud və iləykəl məsir. Duası etmək. Allahım, biz sənin sayəndə, səhər açıda sənin sayəndə yatırıq, dincəllik, sənin üçün yaşayırıq, sənin üçün ölürük və qayıdışımız sənədir. Allaha dua edib belə istəmək.
Və sonra sünnədə gələn demək yatdıqdan sonra, yəni oyandıqdan sonraki duaları etmək. Bunlar hamısı bizim hər gün həyatımızda olması vacib olan əməllərdir ki, Peyğəmbər s.ə.v-in sünnəsində bunlar var və Allah razı olsun elm əhli də bunları bizim üçün cəm eləyib toplayıb. Yuxudan oyanarkən edilən dualar və zikirlər, yatmamışdan qabaq edilən dualar və zikirlər oxunan sonra hər birimiz buna fikir verməliyik. Və beləncə olanda da həyatımız xeyirli, bərəkətli keçir. Ruzumuz, işlərimiz rahat, asan olur. Vallahi qardaşlar, günümüz bol, faydalı keçir. Bunların şərt deyil hamısı eləyəsən. Amma hamısı eləsən nə gözəl. Nəyə gücün çatır elə. Yəni heç nəyə bazara bilməsən belə, Allah bilsin, dəstəmaz ala bilməsən, yorğunsuz, amma o zikirləri, o duaları et. Hansı ki, onları etməyə dəstəmaz lazımdır. Dəstəmazsız da o duaları, o zikirləri eləmirlər. Allah subhanahu teala bizləri eşidib faydalanan qullarından etsin və Allah subhanahu ve teala bizə həyatımızın hər bir sahəsində Peyğəmbər s.ə.v-in sünnəsinə əməl edən, müvafiq olan salih bəndələrindən etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin. Allah ilmi